Bakıda Azərbaycan könüllülərinin 8-ci həmrəylik forumu keçirilib. Forumda ölkənin müxtəlif bölgələrindən yüzlərlə fəal könüllü, həmçinin dövlət qurumlarının, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi Azərbaycanda könüllülük hərəkatının inkişaf tendensiyalarını müzakirə etmək, yeni təşəbbüsləri təqdim etmək və müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanlarını genişləndirmək olub. Forumun açılış mərasimində çıxış edən rəsmi şəxslər ölkədə könüllülərin sosial layihələrə verdiyi töhfəni yüksək qiymətləndiriblər. Bildirilib ki, gənclərin ictimai həyatda fəal iştirakı həm sosial rifaha, həm də vətəndaş məsuliyyətinin güclənməsinə mühüm dəstək verir. Bundan əlavə həftə çərçivəsində biz düşərgələr həyata keçirəcəyik, festivallar həyata keçirəcəyik, könüllü saatı elan olunub və həftə çərçivəsində könüllərimiz müxtəlif fəaliyyətlərlə məşğul olacaqlar, heyvanlara qayğı mərkəzlərində olacaqlar, şəhərlərdə və regionlarda vətəndaşlarımıza köməklik göstərəcəklər. Bununla yanaşı, ali təhsil müəssisələrində könüllü hərəkatları ilə bağlı infosesiyalar təşkil olunması nəzərdə tutulub. Tədbir çərçivəsində nümunəvi təşəbbüslərlə fərqlənən bir qrup könüllü təltif olunub. Tədbirin daha çox backstage-ında olur. Tədbirin görünməyən qəhrəmanları bir növ bizlərik. Biz bu qəhrəmanlar olduğumuz üçün özümüzdən qürur duyuruq. Həmçinin tələbə təşkilatının şüarı sıfırdan yox birdən başladı. Bu isə birlikdə atacağımız addımları göstərir. Bu mükafata məni layiq gördükləri üçün izləyən təşkilatda hər kəsə çox minnətdaram və inşallah bundan sonra da təşkilatda fəaliyyətimi doğruldaram, daha da yaxşı fəaliyyət göstərərəm. İlin könüllüsü adına layiq görülən gənclərdən biriyəm. Bir könüllü tərbiyə təşkilatına qoşulduğum ondan bəri bir çox təlimlərdə, layihələrdə iştirak etmə fürsəti əldə etmişəm. Həmin layihələr vasitəsilə də bir çox təcrübələr, yeni biliklər, yeni dostluqlar əldə etmişəm. Könüllü olmaq çox gözəl, təcrübəli bir hissdir. Biz orada həm qazanırıq, həm qazandırırıq, həm kömək edirik, həm öz fəaliyyətimizi genişləndiririk və inkişaf edirik. Könüllü olmaq mənim üçün konkret bir dəyərdir. Çünki insanların dəyərləri müxtəlif istiqamətlərdə yaranır və mənim üçün ən dəyərli şey insanlara yardım verməkdir. Onlara kiçik də olsa bir sevinç bəxş etmək, özlərinə gülüş bəxş etməkdir. Mənim üçün də bu çox xoş bir şeydir ki, könüllü olaraq bunu yerinə yetirə bilirəm.